Bugün sizə çox vacib bir mövzu haqqında danışacağam. Əgər gözləriniz tez yorulursa, axşam saatlarında bulanıq görürsünüzsə və ya zamanla görmə qabiliyyətinizin zəiflədiyini hiss edirsinizsə, diqqətli olun. Çünki bunun səbəbi düşündüyünüzdən daha sadə, amma təhlükəli ola bilər. Bir çox insan fərqinə varmadan gündəlik həyatında gözlərini ciddi ziyan vurur. Və ən qorxulusu odur ki, bu vərdişlər illərlə davam etdikdə geri dönülməz problemlərə səbəb ola bilər. Ən pisi isə odur ki, bu səhvlər çoxunun 90% insan hər gün təkrarlayır. Bəs görmə qabiliyyətimizi məhv edən bu gizli təhlükələr nələrdir? Niyə bu qədər insan bu səhvləri edir və bundan necə xilas olmaq olar? Bütün bunları indi izah edəcəm. Diqqətlə izləyin. 1. Yanlış işıqlandırmadan istifadə. Ətrafınıza bir baxın, hal-hazırda hardasınız? Otaqda, iş yerində, yoxsa telefonun ekranına baxaraq, qaranlıq bir yerdə. Çox adam işıqlandırmaya fikir vermir, amma bu gözlərimiz üçün çox böyük təhlükə yaradır. Düşünün, siz qaranlıq bir yerdə telefona və ya kompüterə baxırsınız. Gözləriniz daha çox çalışır, çünki az işıqda detalları seçmək üçün əlavə güc sərf edir. Bir müddət sonra gözləriniz yorulur, bulanıq görməyə başlayırsınız və baş ağrıları da qoşulur. Əgər bu vərdişi uzun müddət davam edirsinizsə, görmə qabiliyyətiniz zəifləyəcək. Bəs təkcə qaranlıqda ekrana baxmaqmı problemdir? Əsla, əksinə çox parlaq işıq da gözlərə ciddi ziyan vurur. Məsələn, otaqda tavan lampası birbaşa gözünüzə düşürsə və ya gün ərzində telefona maksimum parlaqlıqda baxırsınızsa, gözləriniz daim gərgin olur. Hətta uzun müddət belə davam edərsə, gözlərdə həssaslıq artır və işığa qarşı dözümsüzlük yaranır. Bəs çıxış yolu nədir? Gözlərinizə rahat şərait yaradın. Otaqda işıq nə çox parlaq, nə də çox zəif olmalıdır. Axşam saatlarında ekranın parlaqlığını azaltmaq və mümkün qədər gün işığında çalışmaq ən yaxşısıdır. Gözlərinizi qorumasanız zamanla bu yorğunluq ciddi göz problemlərinə səbəb ola bilər və bu hələ sadəcə başlanğıcdır. Gözlərə zərər vuran digər səhvlərdən danışanda daha da təəccüblənəcəksiniz. İndi isə keçək ikinci təhlükəli vərdişə. 2. Gözləri tez-tez ovxalamaq. Gözləriniz qaşınanda və ya yorulanda ilk etdiyiniz nə olur? Böyük ehtimal onları ovxalamaq. Bu çox adi bir hərəkət kimi görünə bilər, amma əslində gözləriniz üçün ciddi təhlükə yaradır. Siz gözlərinizi ovxalayanda bilmədən onlara təzyiq tətbiq edirsiniz. Bu təzyiq isə gözün həssas strukturlarına, xüsusilə də buynuz qışasına zərər verə bilər. Əgər bu vərdiş davamlı olarsa, zamanla görmə qabiliyyətiniz zəifləyə bilər. Hətta bəzi insanlar da buynuz qışanın forması dəyişir və ciddi görmə problemləri yarana bilir. Bundan da qorxulusu odur ki, gözlərinizə toxunduğunuz zaman əlinizdə olan bütün bakteriyalar və mikroblar gözünüzə keçir. Əgər əliniz tam təmiz deyilsə və əksər hallarda belədir, bu infeksiyalara, göz qızartısına və qaşınmaya səbəb ola bilər. Gözlərinizin tez-tez yaşarması, yanması və qızarması bəzən məhz bu səbəbdən baş verir. Bəs gözlər qaşınanda və ya yorulanda nə etməli? Ən yaxşı üsul gözlərinizi dincəltmək və suni göz yaşı damcılarından istifadə etməkdir. Əgər yorğunluq hiss edirsinizsə, gözlərinizi yumub bir neçə saniyə istirahət etdirin. Həmçinin göz masajı etmədən öncə əllərinizi mütləq yuyun. 3. Uzun müddət ekrana baxmaq və gözləri dincəltməmək. Düzünü deyin, gün ərzində neçə saat telefona, kompüterə və ya televizora baxırsınız? 1 saat, 3 saat, yoxsa daha çox. Əgər gününüzün böyük bir hissəsini ekrana baxaraq keçirirsinizsə, gözləriniz yavaş-yavaş zəiflədiyini fərq etməyə bilərsiniz. Amma bir gün oyandığınızda gözlərinizin tez yorulduğunu, bulanıq görməyə başladığınızı və hətta baş ağrılarının artdığını hiss edəcəksiniz. Problem ondadır ki, ekrana uzun müddət fasiləsiz baxanda gözlər daha az qırpınır. Normalda gözlərimiz dəqiqədə təxminən 15-20 dəfə qırpınır. Ancaq ekranı diqqətlə baxanda bu say 5-7-yə qədər düşə bilər. Nəticədə gözlər quruyur, qızarır və yanma hissi yaranır. Bəs bunun qarşısını necə almaq olar? Çox sadə bir qayda var. 20-20-20 qaydası. Bu nə deməkdir? Hər 20 dəqiqədən bir 20 saniyə ərzində 6 metr uzağa baxmalısınız. Bu gözlərinizin rahatlamasına kömək edəcək və gərginliyi azaldacaq. Əgər uzun müddət ekrana baxmağa davam etsəniz, bu vərdiş zamanla görmənizi ciddi şəkildə zəiflədə bilər. Növbəti vərdiş bir çox insanın fərqinə varmadığı, amma gözlərə çox ciddi zərər verən başqa bir təhlükədir. 4. Pis qidalanma və vitamin çatışmazlığı. Göz sağlamlığı təkcə xarici faktorlarla deyil, həm də yediyimiz qidalarla birbaşa bağlıdır. Çox insan gözlərinin zəifləməsini yaşla əlaqələndirir.
Amma əslində düzgün qidalanmamaq görmə qabiliyyətinə ciddi təsir edir. Əgər gün ərzində çoxlu şəkər, fast food və işlənmiş qidalar yeyirsinizsə, gözlərinizə lazım olan vitamin və mineralları almırsınız. Bu isə zamanla görmə zəifliyinə, göz quruluğuna və hətta ciddi göz xəstəliklərinə yol açır. Xüsusilə A, C, Y vitaminləri və omega-3 yağ turşuları gözlər üçün həyati əhəmiyyəti daşıyır. Bu vitaminlər göz hüceyrələrini qoruyur, iltihabı azaldır və görmə qabiliyyətinin azalmasının qarşısını alır. Əgər bu maddələr orqanizmdə kifayət qədər yoxdursa, gözləriniz yorğun, quru və zəif görünəcək. Bəs hansı qidalar yemək lazımdır? A vitamini üçün yer kökü, ispanaq, balqabaq. C vitamini üçün portağal, kivi, çiyələk. Y vitamini üçün badam, fındıq, günəbaxan tumu. Omega 3 üçün balıq, kətan toxumu, qoz. Əgər bu qidalar kifayət qədər qəbul etməsəniz, zamanla gözləriniz zəifləyəcək və bir gün sadəcə eynək taxmaq məcburiyyətində qalacaqsınız. Unutmayın, gözləriniz sizə bir ömür xidmət edəcək. Onların qayğısına qalmaq sizin əlinizdədir. 5. Günəş eynəyi taxmamaq. Çox insan günəş eynəyinin sadəcə bir aksesuar olduğunu düşünür. Amma əslində günəş eynəyi gözlərinizi qoruyan ən vacib vasitələrdən biridir. Əgər açıq havada çox vaxt keçirirsinizsə və eynək taxmırsınızsa, gözləriniz daim təhlükə altındadır. Günəşin ultrabənövşəyi şüaları gözlərə ciddi zərər verir. Uzun müddət bu şüalara məruz qalmaq, katarakta, sarı ləkə xəstəliyi və digər ciddi göz problemlərinə səbəb ola bilər. Ən qorxulusu isə odur ki, bu şüalar gözün iç qatlarına təsir edir və illər sonra görmə zəifliyinə gətirib çıxarır. Bəs sadəcə adi eynək taxmaq kifayətdirmi? Təəssüf ki, yox. Ucuz və keyfiyyətsiz eynəklər gözləri qorumur, əksinə daha çox zərər verə bilər. Çünki belə eynəklər işığı sadəcə biraz azaldır, amma filtrə malik olmur. Bu da göz bəbəklərini daha çox genişləndirir və nəticədə daha çox ziyanlı şüa qəbul edirsiniz. Xüsusilə yay aylarında, qarlı havada və ya dəniz kənarında olarkən eynəksiz çölə çıxmamaq vacibdir. Çünki günəş şüaları təkcə yuxarıdan yox, həm də qumdan, sudan və qardan əks olunaraq gözlərə 2 qat təsir edir. Gördüyünüz kimi gözlərimizin zəifləməsi təsadüfi deyil. Hər gün fərqinə varmadan etdiyimiz bu vərdişlər zamanla görməmizi zəiflədir və geri dönülməz problemlərə səbəb ola bilər. Ancaq indi isə bunların qarşısını necə alacağınızı bilirsiniz. Əgər bu video sizin üçün faydalı oldusa, videonu bəyənin və dostlarınızla paylaşın ki, onlar da gözlərini qoruya bilsinlər. Belə maarifləndirici videoları qaçırmamaq üçün kanala abunə olun və bildirişləri açın. Gözlərinizi qoruyun, biz isə sizə faydalı məlumatlar verməyə davam edəcəyik.